Aleyküm, hardayam, Qobul Lökbatan yolundayam. Bir dənə sizə 16 sotun içərisində 16 sotun içərisində istəyirsən torpaq kimi al, istəyirsən ev kimi al. Yəni hər tərəfli həm krediti var, həm də həyəti böyük, yeraqda hər yanı zabordur. Elə buranın zaboruna rahat bir 10.000 pul verib yəqin ki. 16 sotun, zaman 2 sotun zaborunu çəkəndə 2-3.000 pul verir. Yəni indi 16 sotun zaboru yəni az pul deyil də. Yəni hər bir yanı 4 tərəfi zabordur. Qazı, suyu, işığı, şotçikləri hamısı var. Yüzlərdən daha qaz var həyətdə. Yəni hazır ev də var ha, 2 otaqlı evimiz də var içərisində. Qiymət bilirsən neçədir? Qiymət havayı, heç neçəyə. Suyun baseynası. Yəni nə axtarsın var da bu evdə. Qiymətə görə ideal qiymətdir. Bir evdən tanış olaq. Bax cürbəcür ağaclar. Bax 3 dənə ev yarada bilərsən. Bax birinci varatın odur. Bir dənə varatı özü yaxşı varatıdır. İkinci varatın odur. Bir dənə də varatın balaca qapının oradandır. Yəni hər tərəfli ayırıb torpağı. Yəni pulun gələcəyinin imkanı olmaqda ya da qohumma verməsidir. Zaboru çək ortadan. Bir dənə də ev və üzü belə tikə bilərsən. Bir dənə yox, o tərəfi də bax yoldur. Üzü belə 7 dənə ev tikə bilərsən bax belə. Çünki ora yola düşür. Ona görə rahatdır sənin üçün. Hər yanına yol çıxır da. Bax burada yoldur. Yəni sərf eləyir. Özü şotçiklərin üçü də var. Qiymət vallahi əladır. Elə şotçikdən zaborun qiymətinə verir. Torpağa evə pul istəmir. Ev budur, 2 otaqlı evdə hal-hazırda içində kirayə qalır. Evin içərisini çəkə bilməyəcəm. Yəni 2 otaqlı yaşayışlı evdir. Yəni hamısı var. Bax balaca bir qapısı da oradandır, balaca qapısı. Yəni bunu da ayırıb, ayrıca da sata bilərsən. Qiymət bir neçədir? Qiymət havayı. Qiymət 20.000 ver, opşi düşəcək sənə 33.000 manata. 33.000. 16 sota görə, sotu 2000-dən düşür. Amma bu hesablayanda elə bir nə evə nə torpağa pul almışsan. Həqiqətən də bax, toxucayatda saxlamaq üçün yeri, orada ayaq olsun ya da nə axtarsın var da. Gələndə inşallah evin içərisində də baxarsınız. Yəni hündüşkalar da ikisi paydır. Əlaqə saxlayın inşallah yoluna. Kim də evini satırsa əlaqə saxlasın. Hər qiymət əldə evlər var. Gözəl. Gələcəyi üçün çox gözəl variantlar.